üsulla evdəki köhnə yolka oyuncaqlarını istədiyiniz rəngə çevirə bilərsiniz. Bu yazıq günündə olan oyuncaqların kleyini təmizləyib, üzərinə ad günündən qalma şarları keçirtdim. Yuxarısında qalan boşluğu silikon tapança ilə yapışdırmaq olur. Şarı tünd rəngdə istifadə etsəz, altdakı oyuncağın rəngi bilinməz. Və çalışın qalın şarlardan istifadə edəsiniz. Bu üsulun köməyi ilə şam ağacını hər il başqa rənglərdə dekor etmək olar. Mən isə bu oyuncaqlardan sadə bir dekor hazırladım. Oyuncaqları üçbucaq formasında üst-üstə silikon tapançası ilə yapışdırdım. Evdə olan bu ulduzun asılqan yerini qopartdım. Üzərinə kley çəkib zər tökdüm. Siz kleyi fırça ilə çəkin ki, belə çox olmasın. Və zəri tökəndən sonra da qurumağını gözləyin. Bunu ulduzun hər iki tərəfinə etdim. Sonra ulduzu oyuncaqların üst hissəsinə yapışdırdım. Bu yolka formalı dekorun ayaq üstə qalması üçün arxa tərəfindən aşağıdan bir dənə də oyuncaq yapışdırdım. Və bu da bitmiş halı. Sizcə necə oldu?